Salam əziz balalar. Bugünkü dərsimizdə biz sizinlə ötən dəfə oxuduğumuz, tanış olduğumuz Mr. Smith'in ixtirası mətni üzrə bir neçə tapşırığın həlli olacaq. İlk tapşırığın şərtini oxuyaq. Mətnə istinad edərək Mr. Smith'in xüsusiyyətlərini əsaslandırın. Gəlin əvvəlcə Mr. Smith'in xüsusiyyətlərini oxuyaq. Mr. Smith işgüzar idi, Mr. Smith zəkalı idi, Mr. Smith iradəli idi. Sizcə onun işgüzarlığını biz nədə gördük? Yadınızdadırsa, Mr. Smith tapıldıqdan sonra özünə gələn kimi vəziyyəti aydınlaşdırmağa və çətinlikləri dəf etmək üçün tez bir zamanda işə başladı. Bu isə onun işgüzarlığından xəbər verir. Mr. Smith zəkalı idi. Biz onun zəkalı olduğunu nədə gördük? Əlbəttə ki, o əlindəki materiallardan istifadə edərək od əldə etmək üçün bir vasitə düşünüb tapdı və problemi tez bir zamanda həll etdi. Mr. Smith iradəli idi. Bəs onun iradəli olduğunu nədə gördük? Kimsəsiz adada yoldaşlarından ayrı düşməsinə baxmayaraq, o sağ qalmaq uğrunda mübarizə apardı. Bax, bu xüsusiyyətinə görə biz deyə bilərik ki, Mr. Smith iradəli idi. Növbəti tapşırığımıza baxaq. Mr. Smith'in ixtirası mətni məşhur yazıcı Jules Verne'in əsərindən bir parçadır. Bilməcəni həll etsən, bu əsərin adını müəyyənləşdirə bilərsən. Bilməcəni həll etmək üçün biz aşağı siniflərdən, o cümlədən ötən tapşırıqlarımızdan qayda ilə tanış olmuşduq. Sətir və sütunların kəsişmə yerində yerləşən hərfi uyğun fiqurun yerinə yazmaqla axtardığımız sözü asanlıqla tapa bilərik. Məsələn, qırmızı üçbucaq. Qırmızı rənglə üçbucağın kəsişdiyi yerdə dayanan hərfi yerinə yazırıq. Daha sonra mavi rəngli kvadrat, mavi rənglə kvadratın kəsişdiyi yerdə dayanan hərfi yerinə yazırıq. Bu hərf İ hərfidir. Və bu qayda ilə növbəti hərflərində yerini müəyyən edirik və bununla da axtardığımız adın sirli ada olduğunu müəyyən edirik. Digər tapşırığımıza baxaq. Mr. Smith'in ixtirası mətnində hansı suala cavab yoxdur? Gəlin əvvəlcə sualları bir-bir oxuyaq və mətnin məzmununu yadımıza salmağa çalışaq. Adaya düşən sərnişinlər hansı çətinliklə üzləşdilər? Yəqin ki, yadınızdadır, onlar od əldə etmək üçün kibrit axtarırdılar. Bu isə bu sualın cavabının mətndə olduğunu müəyyən göstərir. Qəzada kim itkin düşmüşdü? Yadınızdadırsa, itkin düşən Mr. Smith'in özü idi. Hadisə bəs hansı okeanda baş vermişdi? Necə düşünürsünüz? Bu sualın cavabı mətndə var idimi? Əlbəttə yox idi. Hadisənin hansı okeanda baş verdiyi haqqında məlumat verilməmişdi. Sərnişinlər nə üçün tonqal qalaya bilmirdilər? Yəqin ki, xatırladınız, bu sualın cavabı mətndə var idi, çünki onların kibriti yox idi. Bəs Jonathan meşəyə kimlə getdi? Biz Jonathan'ın meşəyə kimləsə getdiyini oxuduq, amma onların kim olduğu haqqında dəqiq məlumat mətndə yox idi. Hilbertin peşəsi nə idi? Sizcə bu sualın cavabı mətndə var idimi? Əlbəttə yox idi. Hilbertin peşəsi haqqında heç bir məlumat verilməmişdi. Jonathan'ın peşəsinin dənizçi olduğunu bilirdik, lakin Hilbertin peşəsi haqqında məlumat verilməmişdi. Digər tapşırığımıza baxaq. Verilmiş sözləri nöqtələrin yerinə yazaraq cümlələri tamamla. Əvvəlcə sözlərimizi oxuyaq. Qasırğa, gözə dəyməmək, mühəndis, göz işlədikcə və sərnişin. Yadınızdadırsa, biz bu sözlərin hər birinin mənası ilə söz boğçasında tanış olmuşduq. Əminəm ki, onları cümlədə buraxılmış yerlərə tapıb yerinə yerləşdirməkdə çətinlik çəkməyəcəksiniz. Dayanacaqda avtobus gözləyirdi. Sizcə kim idi dayanacaqda avtobus gözləyən? Əlbəttə ki, bu sərnişindir. Binanın tikintisinə rəhbərlik edirdi. Sizcə bu kim ola bilər? Bu təcrübəli mühəndisdir. Okean sahilində ciddi dağıntılara səbəb oldu. Bu hansı təbii fəlakətdir? Verilmiş sözlər içərisində yalnız qasırğa verilmişdir. Deməli, buraxılmış nöqtələrin yerinə qasırğa sözü olacaq. Uzanan yaşıl çəmənlik insana sakitlik bəxş edirdi. Burada isə göz işlədikcə sözü olacaq. Yəni, uçsuz, bucaqsız sahədə uzanan yaşıl çəmənlik insana sakitlik bəxş edirdi. Tədbirdə çıxış edənlərin arasında lalə sizcə nə edirdi? Gözə dəymirdi, yəni lalə görünmürdü. Bax, belə uşaqlar, bu dərsimiz burada da sona çatdı.
növbəti dərsimizdə görüşərik. Hələlik.